Hər halda liderlə normal idarəçi fərqini bilirsiniz də. Eşitmişsiniz, lider nədir? Sıradan idarəçi kimdir? Yəni bəzən lider deyirlər, idarəçi deyirlər. Sıradan idarəçi ilə liderdə məsələn əsas fərqlərdən biri, əsas fərq bunlardır. Məsələn, idarəçilər ancaq əmr verənlərdir. Əmr verib nəticəni yoxlayır. Bu sıradan idarəçilikdir, komanda idarəçiliyi. Liderlər isə ancaq əmr vermirlər. Lider həm tapşırıq verir, həm onu öyrədir, içsin, həm yol göstərir, həlli yollarını göstərir və hər zaman komandasının yanındadır. O personalın yanındadır. Liderlik budur. Hər idarəçi lider demək deyil. Yəni, bir gün satış işi, biznes işi məhz belə bir liderlərin ayaq üstə qala bilər. Yəni, sıradan idarəçinə sən ancaq hər hansı bir dövlət qurumunu idarə edə bilərsən. Halbuki o da mümkün deyil. Artıq bu dönəmdə o da mümkün deyil. Yəni, satış işi elə bir işdir ki, sən bunu diktən bir yeri kimi idarə edə bilərsən. Yəni, satış, biznes diktən olan şey deyil. Yəni, hər şey yerli yerində olmalı. Daha çox motivasiyana, təbliğatla olur bunlar.